Qazı işığı söndürdüyünüzü dəfələrlə yoxlayırsınız, qapını bağlayıb bağlamadığınızdan əmin olmaq üçün dəfələrlə geri qayıdıb kontrol edirsiniz və əllərinizi nə qədər yusaz da tam təmiz oldu hissinə gec qovuşursunuz və getdikcə sağlamlığınıza zərər vurmağa başlayırsınız. Getdikcə vaxtınız, həyat keyfiyyətiniz nə qədər mənfi təsirlərə məruz qaldığını hiss edirsiniz və beləcə başqa fikirləriniz də ola bilər. Narahat edici fikirlər və onlardan qurtulmaq üçün, güya ki qurtulmaq üçün edilən mənasız rituallar, mənasız hərəkətlər, obsessiv-kompulsiv pozuntunun əsas özəyini təşkil edir. Mənasız düşüncələr və güya rahatlamaq adı ilə edilən mənasız davranışlar. Qapını bir dəfə yoxlamaq da kifayət edər. Qaz işığı söndürdüyünüzə bir dəfə baxmaq da kifayət edər. Ya da normal hamı kimi siz də əlinizi yuya bilərsiniz. Amma yox, bütün bunlar sizə yetmir. Siz daha çox edirsiniz, daha çox etməlisiniz ki, rahatlayasınız. Amma unutduğunuz bir şey var. Bu cür davranışlar sizin narahatlığınızı daha da artırır. Siz elə bilirsiniz ki, bu cür kontrol edici davranışları etməklə biraz da olsa içinizə su səpmiş olursunuz, biraz da olsa özünüzü rahatlatmış olursunuz. Amma yox, bunu bilin. Bu cür davranışları etdiyiniz hər an obsessiyalarınız, yəni bu narahat edici fikirlərin verdiyi narahatlıq daha da artmağa başlayır. Baxın, bunu həmişə pasiyentlərimə deyirəm. Obsessiyanı bir dağ kimi fikirləşmək lazımdır. Siz bu nöqtəyə çatanda getdikcə həyəcanınız artır və bu nöqtəyə çatanda kompulsiyalar eləməyə başlayırsınız. Amma birazca dözsəniz, biraz dayansanız, o narahatlığın içində qalsaz, yəni narahatlığın zirvəsinə çatsaz, gerisi çox asan olacaq, rahatlayacaqsınız. Bilirəm, dayana bilmirsiniz, bilirəm, çox narahat olursunuz və hal-hazırda bu videoya baxarkən bunu da deyə bilərsiniz ki, yox, demək asandır, dayana bilmirəm axı. Birazca sıxın özünüzü, birazca dayanmağa çalışın, bacararsınız. Hər bir dəqiqədən bir narahatlığınızı 10 üzərindən dəyərləndirin. Görəcəksiniz ki, getdikcə bir nöqtədən sonra azalmağa başlayır və hətta sıfıra enəcək. Sadəcə o narahatlığın içində qalmaq və nə qədər narahat olursunuzsa olun, kompulsiyaları etməmək lazımdır. Elə bir an gələcək ki, dözə bilmirəm deyəcəksiniz. Bax, Fuadın dediyini elədim, amma işə yaramadı deyəcəksiniz. Amma o nöqtədən sonra biraz da dözsəz, işə yarayacaq.